Hello everyone, herkese salamlar. Bugün sizlerle 7. sınıf İngiliz dili dersliğine sayfa 106 ve 107'ni işleyecek. Bölümümüzün adı writing'dir, yazıdır. Gelin writing tips'e baxaq. When we write, we follow some steps. Biz yazarkən bəzi addımları izləyirik. Biz bu addımların hər hamısını etmişik, yəni izahda eləmişik. Və indi belə bir writing letter'ımız var. Gəlin oxuyaq. Greeting, görüşmə. Dear Katie, əziz Katie. Opening sentence, yəni açılış cümləsi. I am so glad to write to you. Sənə sənə yazmaq mənim üçün xoşdur. Body of the letter, yəni əsas məqsəd nədirsə siz də onu yazacaqsınız. Closing sentence, I am looking forward to hearing from you. Bunu səndən eşitmək üçün səbirsizlənirəm. Ending the letter, sonunda best triggers join. Gəlin exercise number 1-a baxaq, tapşırıq 1-ə baxırıq. Categorize the words and phrases. Sözləri və phrasləri kateqoriyaya uyğunlaşdırın. Burada dear, greetings'də dear verilib. Burada kimsə yazacaqsınız ya join or Katie yaza bilərsiniz. Adam adı. Well, that is all for now. Bu closing sentence uyğundur. Yəni bunu closing sentence uyğunlaşdırırıq. Take care, özünə yaxşı bax. Bu isə bircə dəqiqə uşaqlar. Bu isə ending the letter, yəni məktubun sonuna aiddir. Bunu da uyğunlaşdırırıq bura. Bircə dəqiqə. I have got some good news for you. Mənim sənə yaxşı xəbərlərim var. Bu opening sentence uyğun gəlir açılış cümləsinə. Hi, hello, salam. Bu greetings uyğun gəlir. Bircə dəqiqə. I am writing to tell you about my future plans. Mənim gələcək planlarım haqqında sənə yazıram. Niyyəti var, deyir, yeni xəbər və gələcəkdə plan haqqında danışırsa bu opening sentencedir. I am looking forward to hearing from you. Mən bunu səndən eşitmək üçün səbirsizlənirəm. Bu closing sentence uyğundur. Bye for now. Sağ olun. Bu da ending the letter'dır. Gəlin exercise number 2, yəni tapşırıq 2-ə baxaq. Read the letter and complete the plan of the body of the letter. Məktubu oxuyun və variantlarla planları doldurun. Gəlin oxuyaq. Dear me in the future. Gələcəkdə əziz mən. Yəni bu öz-özünə məktub yazır. I am writing to you about my future plans. Mən sənə gələcək planlarım haqqında yazacağam. In 5 years, I will be a student at the best engineering university. 5 ilə mən mühəndislik universitetində yaxşı şagird olacağam. I study my lessons very well now and I hope you are happy with your younger self. Mən dərslərimi indi çox yaxşı oxuyuram və mən ümid edirəm ki, sən öz cavanlığından xoşbəxtsən. I have very good friends at school. Mənim məktəbdə çoxlu yaxşı dostlarım var. I will still be friends with them even 5 years later. Mən hələ də 5 ildə də onlarla dost qalacağam. But of course, I might have new friends from university as well. Amma əlbəttə mənim universitetimdə dostlarım da olacaq. I love tennis very much, but I cannot play it well now. Mən tennisi çox sevirəm, amma yaxşı oynaya bilmirəm. In 2026, I'm sure that I will play tennis well. 2026-cı ildə əminəm ki, mən tennisi yaxşı oynayacağam. I might even enter some competitions. Mən bəlkə də bəzi yarışlara qatıla bilərəm. What new plans do you have about your future life? Sənin gələcəkdəki həyatın haqqında yeni planların var. Nədir? Please, when you finish reading this letter, write a new letter to your future self.
Zəhmət olmasa, nə vaxt bu məktubu oxuyub bitirəndə öz gələcəyin haqqında məktub yaz. Lots of love. Çoxlu sevgilərlə. You from past. Keçmişdən sən. Burada plan quracaq indi. Görürük ki, bir dəqiqə. Burada görürük ki, plan qururuq. Bu plana my education plan, mənim təhsil planlarıma uyğun gedir. Bu planı isə burada danışırıq dostlar haqqında. My friends now and in the future. Yəni bura bir gedir. Burada da hobbisi tennis haqqında danışırdı. My wish about my hobby. Mənim hobbim haqqında, mənim arzum, mənim hobbim haqqında. Bura A gedir. What new plans? Burada artıq öz gələcəyinə sual verir. Ona görə də burada C gələcək. Exercise number 3-yə baxırıq. Tapşırıq 3-ə. Write a letter to your future self. Öz gələcəyin haqqında məktub yaz. Siz də bu məktub kimi məktub yaza bilərsiniz. Ümid edirəm mövzumuz sizə maraqlı və aydın oldu. Növbəti video çaxlarda görüşənədək. Hələlik.